Mən sizə Nano Brows, Nano Shading, Microblading, Nano Shadow və pudra texnikası haqqında məlumat verəcəm. Birinci, Nano Brows texnikası. Nano Brows texnikası tük effektindən ibarətdir. Yəni burada çəkilən tük effektidir. Amma burada həm aparat, həm microblading istifadə olunur və bu tüklərin arasında kölgələr var. İkinci, Nano Shading texnikası. Bu da tük effektidir. Amma bu tüklərin Nano Brows texnikasının fərqi ondadır ki, hər 2-3 tükün arasında kölgə işlənilir. Üçüncü texnika microblading texnikasıdır. Microbladingdə tük effektinə aid olan texnikadır, amma yalnız qaşın tükü varsa, tüklərin içində istifadə olunduqda daha gözəl nəticə verir. Növbəti texnika Nano Shadow texnikası. Biz artıq kölgə texnikasına keçirik. Yəni Nano Shadow texnikası gördüyünüz kimi qaşın alt hissəsi tamamilə kölgədən ibarətdir. Qaşın ön hissəsi, üst hissəsi tük effektindən ibarətdir. Növbəti bizim 5-ci texnikamız pudra texnikasıdır. Yalnız kölgə effekti. Yəni pudra kölgə deməkdir. Sizin qaşınıza qələm effekti əvəzinə kölgə verilir ki, sizin qaşınız sizin istədiyiniz kimi gün ərzində qələm kimi görsənsin. Bu texnikalardan hansını sən bəyəndin?